Muaviyədən soruşdular ki, niyə İmam Həsənlə bir-birə düşmənçilik edirsən? Dedi, sizin dininiz üçün qorxuram ki, sizi zəlalətə salar. Firondan soruşdular, niyə bu Musanı dağa divara salmışsan? Gedib Şüeybə çoban işləyir orada. Dedi, qorxuram, dinimizi əlimizdən alar. Əbu Süfyana dedilər, niyə Peyğəmbərlə müharibə edirsən? Dedi, qorxuram, sizi bütlərdən uzaqlaşdırar, bədbəxt olarsınız. Bir nəfər ki, adamı pis yola çəkir, lazım deyil ki, gəlib deyə mən də pisəm. Mütləq hansısa bir gözəllikləri sənə təqdim eləməlidir, hansısa bir şirinləşdirən məsələləri sənə təqdim eləməlidir. Odur ki, mən bunu elə qısa deyirəm, hər zaman məsciddə həm yerdə olan zibil, həm göydə olan zibil ki, gördüyünüz zibillik edir, bayraqsız yaxşıdır. Və məsələn, Allah bir dənə lütf elə bizim məscidimizə Vəhabi zibilləri buraxmır məscid. Zibildir də, manevi də bu möminlərin ən azından, yəni fikirləşməyin ki, belə lap kobud deyirəm amma Vəhabilərdən mənim xoşum gəlmir, o bişərəflərdən, binamuslardan bu sözü deyirəm, ha? Yox, onun üçün demirəm mən bu sözü. Peyğəmbərin günahı var idi. Yox idi ki, Peyğəmbərin günahı. Gündə ən azından 70 dəfə, bəzi rivayətlər dedir, 300 dəfə tövbə eləyirdi, eləmirdi. Eləyirdi. Günah olmayan insan niyə tövbə edir? Niyə istiğfar edir? Niyə gecə gündüz ağlayırsa Allah məni bağışla? Peyğəmbərin özündən sual elədilər. Ya Rasulallah, sən niyə bütün günü bir belə tövbə edirsən? Bir halda ki, heç bir günahın yoxdur. Hətta Allah ayə göndərdi Peyğəmbərə. Taha surəsinin əvvəli. Bismillahirrahmanirrahim. Taha. Və ma ənzəlnə aleykəl Qur'anə li təşqa. Peyğəmbər Qur'anı sənə vermədi ki, özünü əziyyətə salasan. Bir belə istiğfar, bir belə tövbə, bir belə ibadət, narahat olma. Behiş sənin ayağının altındadır, behiş sənin həsrətindədir. Sənin heç bir xəton günahı yox. Allah ayə göndərdi, Peyğəmbər bir belə özünə əziyyət vermə. O qədər ibadət edirdi Peyğəmbər. Ayə gəldi, Taha surəsinin 1 və 2-ci ayəsi. Taha ki, Peyğəmbərin ləqəblərindən biridir, bir mənası. Və ma ənzəlnə aleykəl Qur'anə li təşqa. Biz Qur'anı sənə göndərmədik ki, özünə əziyyətə salasan. Bəs niyə Peyğəmbər tövbə edir? Dedilər, ya Resulallah, niyə bir belə tövbə edirsən? Dedi, mən gündə müşrikləri görməyliyimə tövbə edirəm. Başqa günahım yoxdur mən. Mən günah eləmirəm. Bu ki, bir dənə Allahsızla üzləşirəm, o mənim ruhiyyəmə mənfi təsir buraxır. Bir dənə Allahsızı görməyliyimə tövbə edirəm mən. Odur ki, Allahsızın məsciddə nə əzzarı var? Ən azından Vəhabini görmək adamın ruhun bulandırır. Ruhun bulandır. Allah pənah versin, amma gəncləri, cəmiyyəti, qohumu, əqrabanı ayıldın, ha? Məbbada gedib o cür bir qruplara, o cür bir cəmiyyətə qoşulsunlar. Və hələ bilən ki, buradakı cəmiyyətdən və buradakı cəmiyyətin qohumlarından, yaxınlarından inşallah onu heç kim eləyə bilməyəcək, istəsə də eləyə bilməyəcək. Niyə? Vəhabi olmaq üçün birinci binamus olmaq lazımdır, sonra vəhabi olmaq lazımdır. Burada da şükür Allah'a şükür. Vəhabi olmaq üçün gərək adam birinci bir şərəf ola, ondan sonra vəhabi ola, şükür Allah. Qohum əqrəbədə də yox. Odur ki, elə təkcə o çöp deyil. Bəzən çöp ünvanında insanlar da olur. Bəzən mümkündür Vəhabi timsalında gəlməyə. Elə sənin həm əqidə, həm məslək, həm din, həm məzhəb formasında gələ. Amma gördün ki, onun dediklərində ixtilaf var, vur ağzından. Vur ağzından arova, təfriqə salmasın. Allah'ın vereyim. Öz Allahlığına xatir bizi məscidi abad eləyənlərdən qərar versin.